Salam hörmətli izləyicilər. Bugün çoxumuzun bəlkə də fərqində olmadığı, amma rəqəmlərə baxanda qorxulu görünən bir həqiqətdən danışacaq. Statistikaya görə Azərbaycan ürək-damar xəstəliklərindən ölüm hallarına görə dünyada təəssüf ki, ön sıralardadır. Hətta bəzi hesabatlarda ikinci yerdə qərarlaşırıq. Bəs niyə bizim genofondumuz bu xəstəliyə qarşı bu qədər həssasdır? Bugün yanımızda sağlamlıq mütəxəssisimiz var. Xoş gəlmisiniz. Bu acınacaqlı mənzərənin əsl səbəbi nədir? Xoş gördük. Bəli, qeyd etdiyiniz rəqəmlər həqiqətən düşündürücüdür. Bunun bir neçə əsas səbəbi var. Birincisi bizim qidalanma mədəniyyətimizdir. Həddindən artıq yağlı, xəmir xörəkləri və duzlu qidalara üstünlük veririk. İkincisi stres və az hərəkətli həyat tərzi. Damarlarımız sanki bir boru kimidir. Zamanla içərisi xolesterinlə tutulur, elastikliyini itirir və bu da faciəvi nəticələrə yol açır. Biz bu gedişatı dəyişə bilərik. Məhz damarların təmizlənməsi və qorunması üçün mən TENS resveratrol kapsulunu tövsiyə edirəm. Bu məhsulun tərkibindəki resveratrol maddəsi qırmızı üzümün qabığından əldə edilən güclü bir antioksidantdır. Fransızların yağlı qidalar yeməsinə baxmayaraq ürək xəstəliklərindən niyə az əziyyət çəkməsinin sirri də məhz bu maddədədir. O sadəcə bir əlavə deyil, damarların daxili divarını bərpa edən, xolesterini parçalayan və qan dövranını tənzimləyən bir qalxandır. Deməli, sağlam ürək üçün təkcə pəhriz kifayət deyil, həm də damarlarımızı daxildən qorumalıyıq. Mənə çox maraqlıdır. Bəs biz bu resveratrol kapsulunu hardan əldə edə bilərik? Şəxsən mən özüm üçün əldə etmək istəyirəm.